Bura apartman deyil, hörmətli izləyicilər. Bura belə bir gözəl tikili həyət evidir. Çox geniş bir həyət evidir. Qiymətində də 10.000 manat endirim olmuş belə bir gözəl həyət evidir. Keçək, tanış olaq. Qiymət sonlarda deyəcəm sizə. Belə bir gözəl, super bir tikili. Bir daha gedirəm, qiymətində endirim olunur. Həyət yanı sahəmizdir. Belə bir geniş bir həyət yanı sahəmiz var. Çox gözəl bir evdir, hörmətli izləyicilər. Burada da gördüyümüz kimi jalüz qapı, maşın daxil olmağa belə bir həyət. Burada da gözəl həyət yanı sahəmiz. Ev çox genişdir, videonu uzatmamaq üçün tez-tez çəkib sizə təqdim edək. Girişdir, girişdən ikinci mərtəbəyə çıxışı var. Hörmətli izləyicilər, qiymət sonlarda deyəcəm. Düzü otaqların sayını bilmirəm, amma 5-dən çox olmalıdır. Bir-bir sayıq. İkinci mərtəbədə olan otaqlarımızdır. Bütün otaqların hamısının pəncərələri mövcuddur. İkinci mərtəbədə olan gözəl bir mətbəximizdir. Evimiz çox möhtəşəmdir, hörmətli izləyicilər. Qiyməti çox möhtəşəmdir, endirim olunub. Keçək, tez-tez evi gəzək. Birinci mərtəbədə olan, hələ otaq boyda olan belə bir sanitar qovşağımız var. Bu da birinci mərtəbədə dəbdəbəli, toy, nişan, xınayaqdır, nə bilim. Nə bacarırsansa, inşallah təki hamının evində xeyir iş olsun. Onu etmək üçün belə bir ucu-bucaq olmayan qonaq otağıdır. Keçək, üçüncü mərtəbəyə. Hörmətli izləyicilər, üçüncü mərtəbədəyik. Yenə burada bizim böyle bir geniş ölçülü yataq otağımız var. Burada bizim yenə geniş ölçülü sanitar qovşağımız var. Burada yataq otaqların digəri var. Evin harasına baxırsan pəncərədən ibarətdir, hörmətli izləyicilər. Ev çox möhtəşəmdir. Bir daha qeyd edirəm, apartman deyil bu, həyət evidir. Burada da nə bilim, bilmirəm, bu boyda yataq otağı hardasa varsa siz də yazarsınız bilək. Burada da yenə aşağıda sizə göstərdiyim otaqların ölçüsündə bir otaqdır, amma bu yataq otağıdır. İstədiyin şəkildə düzəldə biləcəyin, istədiyin mebeli rahatlıqla alıb gətirə biləcəyin belə bir gözəl, super